Mənimlə bir gün bir bonus və buludun tədbirində çəkilişə gedirik. İndi isə başlayırıq hazırlaşmağa. Biraz makiyaj elədim və düşdüm yola. Hər şey çox möhtəşəm başladı. Tədbirin ilk hissəsi inanılmaz bir kütlə, hər kəsin maksimal dərəcədə pozitivliyi və mənim hissəmdə çəkilişlərim var idi. Və biz komanda ilə çəkilişləri etdik. Vibe o qədər güclü idi ki, hava sözlə çatdırmaq çətindir. Amma düzdür, ortada hava bizə gözlənilməz bir sürpriz etdi. Dəhşətli bir leysan başladı. Birin tam ortasında göydən sanki vedrə ilə su tökdülər. Sizcə insanlar dağıldı. Əsl şou elə bu andan sonra başladı. Yağış sel kimi yağır, amma kütlə daha da coşur və leysan altında rəqs etməyə davam edir. Heç kim qaçıb gizlənmədi, hamı sona qədər getdi. Tədbirin ikinci hissəsində isə mən bütün atmosferi, hər şeyi daha yaxından hiss etmək üçün backstage-ə keçdim. Dostlar, bura tam başqadır. İslanmış amma xoşbəxt insanların o enerjisi bir neçə addımlıqda görmək sadəcə unudulmazdır. Bəs siz belə bir leysanın altında sona qədər rəqs edərdiniz, yoxsa dərhal qaçardınız?